7-ci yerə qarşılaşan Şamaxını tutduğu mövqe narahat etmir. Çempionatımızda ən az büdcəli klublarda olan Şamaxının qarşısına böyük hədəflər qoyulmayıb. 1-ci liqaya düşmə kifayətdir. Baş məşqçi Ayxan Abbasov da bu vəzifənin öhdəsindən lazımınca gəlir. Hətta gənclər yığmasında daha sonra əsas milli komandada baş məşqçi postuna təyinat alması belə onun Şamaxıdakı işinə zərbə vurmayıb. Düzdür, komanda stabil, uğurlu nəticə göstərə bilmir. Çempionatın liderləri Sabah və Qarabağla heç-heçə oynayıb, zirəyə qalib gəlib, Kəpəzə 1-4 uduzan komandadır. Statistikası da demək olar ki, eyni rəqəmlər üzərində qurulub. 5 qələbə, 5 heç-heçə, 6 məğlubiyyət. Vurulan və buraxılan qol sayı 18. Vurulan qolların da 1/3-dən çoxu İsveçrəli hücumçu Kərim Rossinin payına düşür. Yaşı 30-u ötsə də Şamaxı üçün yaxşı tapıntıdır. Məncə Şamaxı elə mövsümü 6-8-ci yerlərdən birində başa vuracaq, buna görə heç bir təzyiq və tənqidlə üzləşməyəcək.